Bismillah. Azərbaycanda bu şəxslərin maaşı saat hesabı ilə ödənilməsi əsasən əmək müqaviləsinin formasından və iş rejimindən asılıdır. Yəni bu sistem hamıya yox, müəyyən kateqoriyalara şamil olunur. Hal-hazırda və tətbiq edilən qaydalara görə saatlıq əmək haqqı alan şəxslər bunlardır. Saat hesabı ilə maaş alanlar, yarımştat işləyənlər, gündə 2-4 saat işləyən əməkdaşlar, əlavə iş görənlər, müvəqqəti və mövsümi işçilər, tikinti, kənd təsərrüfatı, sərgilər, tədbirlər, aksiyalar. 3-cü, təhsil sahəsində saat dərsi deyən müəllimlər, repetitorlar, dövlət və özəl kurslarda. 4-cü, tibb sahəsində növbə ilə çalışan həkimlər, təcili yardım personalı, əlavə saat işləyən tibb işçiləri. 5-ci, xidmət sektoru, ofisiant, kuryer, kassir, mühafizəçi, təmizlik işçisi. 6-cı, layihə əsaslı çalışanlar, dizayner, SMM, operator, tərcüməçi. 7-ci, özəl sektor işçiləri, müqaviləyə əsasən, əgər müqavilədə saatlıq əmək haqqı qeyd olunubsa, aylıq yox, işlədiyi saat qədər maaş alır. Vacib qeyd, saatlıq maaş əmək məcəlləsinə uyğun hesablanmalıdır. Minimum əmək haqqından aşağı ola bilməz. Gecə və bayram saatları əlavə ödənişlə hesablanır.